Salam əziz abituriyentlər. Bugün biz sizdən növbəti izahımız üçbucaqlar mövzusunun izahına baxacağıq. Üçbucaqlar mövzusunun izahında biz üçbucaqların bərabərsizliyi, üçbucaqlarda tənbölən, median, hündürlük və onların xassələri, tapılma düsturları, sahələri və bir başqa məsələ tiplərinə toxunacağıq. Ümumiyyətlə üçbucağın, gəlin ən sadə üçbucağın nə olduğuna baxaq. Üçbucaq nəyə deyilir? Üçbucaq bir düz xətt üzərində olmayan üç nöqtənin ardıcıl birləşməsindən alınan fiqurdur. Bir düz xətt üzərində olmayan üç nöqtə. Baxın, bu şəkildə. Bunları ardıcıl birləşdirdikdə alınan fiqurumuz bizim üçbucağımızdır. Həmin nöqtələri biz A, B, C, D, yəni üçbucağın təpə nöqtələri adlandırırıq. Bu olur bizim üçbucağımız. Deməli, üçbucaq nəyə deyildi? Bir düz xətt üzərində olmayan üç nöqtənin ardıcıl birləşməsindən əmələ gələn fiqura üçbucaq deyilirdi. Burada A, B və C üçbucağın təpələri AB, qeyd edirəm buradan, AB, BC və AC. Bunlar isə üçbucağın tərəfləri adlanırlar. Deməli, A, B və C üçbucağın təpələri AB, BC və AC üçbucağın tərəfləri adlanırlar. Üçbucaqlar, ümumiyyətlə tərəflərinə görə üçbucaqlar müxtəlif tərəfli, bərabər yanlı və bərabər tərəfli üçbucaqlara bölünürlər. Müxtəlif tərəfli üçbucağa bəzən ixtiyari üçbucaq da deyirik. Yəni, burada artıq üçbucağın tərəfləri hər biri müxtəlif ölçülərdə olurlar. İxtiyari bir ölçülərdə ola bilərlər. Yetər ki, bunların ölçülər bir-birinə bərabər olmasın. Məsələn, bizim çəkdiyimiz bu üçbucağa biz müxtəlif tərəfli üçbucaq desək, ola bilər ki, bir tərəfinin uzunluğu olsun. Məsələn, bura deyirəm 5 cm, bura 6 cm, bura isə 7 cm. Bu olur bizim müxtəlif tərəfli üçbucağımız. Ola bilər ki, üçbucağın yan tərəfləri bir-birinə bərabər ola bilər. Yan tərəfləri bərabər olan üçbucağa isə biz bərabər yanlı üçbucaq deyirik. Yan tərəfləri bərabər olan üçbucağı isə bu şəkildə işarə edirik. Yenə üçbucağın tərəflərini və təpələrini adlandırsaq, A, B və C təpələr olur. Amma burada yan tərəfləri bərabər olduğuna görə biz AB bərabərdir, B isə götürəcəyik. Yəni, üçbucağın yan tərəfləri bərabər olur. Buna görə də bu üçbucağa bərabər yanlı üçbucaq deyirik. Əgər mən yan tərəfləri AA, oturacağı isə B ilə işarə etsəm, onda bu üçbucağın perimetri 2A üstəgəlsin B düsturu ilə hesablanacaq. Bu isə bizim bərabər yanlı üçbucağımızdır. Digər üçbucağımız isə bərabər tərəfli üçbucaqdır. Bərabər tərəfli üçbucağın isə bütün tərəfləri bir-birlərinə bərabər olurlar. Bu üçbucağımızı da biz ABC ilə işarə etsək, artıq bu üçbucağın tərəflərinin mən hər üçünü A ilə işarə edəcəm. Niyə? Çünki bərabər tərəfli üçbucaq. Bəzən buna düzgün üçbucaq da deyirik. Bərabər tərəfli üçbucağın isə perimetri bütün tərəfləri bir-birinə bərabər olduğuna görə A üstəgələk A üstəgələk A. Yəni 3A düsturu ilə hesablanacaqdır. Sonra üçbucağın bucaqlarına keçək. Üçbucaqda daxili və xarici bucaqlar. Ümumiyyətlə, üçbucağın bütün daxili bucaqlarının cəmi 180 dərəcəyə bərabərdir. Bunu da qeyd etməyi unutdum. Bərabər tərəfli üçbucaqda isə bərabər tərəfli üçbucağın bütün daxili bucaqları 60 dərəcədir. İki tərəfi bərabər olduğuna görə, üzr istəyirəm, bütün tərəfləri bərabər olduğuna görə bütün bucaqlar da bərabər olacaqdır. Bərabər yanlı üçbucaqda isə oturacağa bitişik bucaqlarımız bərabər olacaq. Yəni, bu bucaqlarımız alfa, alfa. Təpə bucağına beta desəm, onda təpə bucağını tapmaq üçün mən 180-dən 2 alfanı çıxmalı olacam. 180 çıxaq 2 alfa və yaxud da ki, bəli, 180-dən 2 alfanı çıxmalı olacam. Və yaxud da ki, mən alfanı tapmalı olsam, 180-dən betanı çıxaram. Yazaram, alfa bərabərdir. 180 çıxılsın beta bölünsün 2 düsturundan tapa bilərəm. Bu da mənim bərabər yanlı və bərabər tərəfli üçbucağım üçün daxili bucaqlarının cəmi olur. Üçbucağın xarici bucaqları isə bütün üçbucaqların fərqi yoxdur. Növündən asılı olmayaraq, bütün üçbucaqların xarici bucaqlarının cəmi 360 dərəcədir. Məsələn, gəlin özümüz bir dənə üçbucağımızı çəkək. Bizim ixtiyari bir üçbucağımızdır. İndi isə bunun xarici bucaqlarını çəksək əgər, məsələn, bu bucağımız olsun, sonra bu şəkildə deyə bilərik, bu bura olur
və bura olsun. Bura alfa, bura beta, bura isə gamma desəm, onda olur alfa plus beta plus gamma bucağı bərabər də olur 360 dərəcə. Bunlar mənim xarici bucaqlarımdır. Xarici bucaq. Əgər mən bu qarşı tərəfə alfa 1, bura beta 1, bura isə gamma 1 desəm, onda olur ki, alfa 1 üstə gələk beta 1, üstə gəlinsin gamma 1 bərabərdir 180 dərəcə. Bu isə mənim daxili bucağımdır. Daxili bucaqlarım. Deməli, təkrar edirik qaydamızı. Üçbucağın xarici bucaqlarının cəmi 360 dərəcəyə, daxili bucaqlarının cəmi isə 180 dərəcəyə bərabərdir. Bu olur mənim üçbucaqlarım. Ümumiyyətlə, üçbucağın bir dənə xarici bucağı özünə qonşu olmayan iki dənə daxili bucağın cəminə bərabərdir. Əgər mən üçbucağımın alfa xarici bucağını götürsəm, özünə qonşu olmayan iki dənə daxili bucağın cəmini götürərəm. Yəni ki, beta 1 üstə gəlinsin gamma 1 düsturu ilə tapa bilərəm. Bu isə mənim üçbucağımın daxili və xarici bucaqlar arasındakı əlaqə düsturum olur. Sonra üçbucağın tərəfləri və bucaqlar arasındakı münasibətə gəlin baxaq. Ümumiyyətlə, üçbucağın tərəfləri və bucaqlar arasındakı münasibət deyəndə nəzərdə tutduğumuz böyük tərəf və böyük bucaq qarşısında duran bucaq və tərəflərdə söhbət gedir. Üçbucaqda böyük tərəf qarşısında böyük bucaq qarşısında isə böyük tərəf dayanır. Məsələn, bu mənim bir dənə kör bucaqlı üçbucağımdır. Kör bucaqlı üçbucağımızı yenə adlandıraq. Şəkildən aydın olunur ki, ən böyük bucağımız alfa bucağıdır. Yazıram, alfa böyükdür 190-dan və kiçikdir 180-dan. Yəni, alfamız kör bucaqdır. Diqqət edirsinizsə, kör bucağı əmələ gətirən bucağın tərəfləri, yəni AB və BC tərəfləri daha çox böyüyübdür. Onlar daha çox gəlildiyinə görə onları birləşdirən bu AC parçası da daha böyük olacaqdır. Deməli, mənim böyük bucağımın qarşısında böyük tərəf dayanacaqdır. Mənim ən böyük tərəfim AC tərəfi olacaqdır. Sonra digər bucaqları beta və gamma ilə işarə etsək, bunlar nisbətən kiçik bucaqlar olacaqdır. Buna görə də biz artıq qaydamızı buradan daha aydın başa düşürük ki, ixtiyari üç bucaqda böyük bucaq qarşısında böyük tərəf, böyük tərəf qarşısında isə böyük bucaq durur. Əgər bizə bucaqlar arasında bu şəkildə bir münasibət verilsəydi ki, alfa böyükdür betadan, beta isə gammadan böyükdür. Onda mən yazardım ki, alfanın qarşısında duran tərəfim AC tərəfim. AC tərəfim betanın qarşısında duran tərəfim BC tərəfimdən böyükdür. BC tərəf isə gammanın qarşısında duran tərəfim. Yəni, A, B tərəfindən böyükdür. Bu, inanıram ki, hər kəsə aydın oldu bu mövzu. İti bucaqlı üçbucaqda ümumiyyətlə üçbucaqlar bucaqlarının növlərinə görə də bölünürlər. İti bucaqlı üçbucaq, düz bucaqlı üçbucaq, kör bucaqlı üçbucağa. İti bucaqlı üçbucaq nədir? İti bucaqlı üçbucaqda bütün bucaqlarımız iti bucaq olur. Yəni bütün bucaqlarımız 90 dərəcədən kiçik olurlar. Mən bura alfa, bura beta, bura isə gamma yazsam, alfa, beta və gamma hər ikisi 90 dərəcədən kiçik, 0 dərəcədən böyük olacaq. Yəni hər ikisi, üzr istəyirəm, hər üçü iti bucaq olacaqdır. Bu olur mənim iti bucaqlı üçbucağım. Sonra gəlir düz bucaqlı üçbucaq. Düz bucaqlı üçbucaqda isə üçbucağın ixtiyari bir iki tərəfi 90 dərəcəlik bucaq altında kəsişirlər. Artıq bu üçbucağa biz düz bucaqlı üçbucaq deyirik. Düz bucaqlı üçbucaqda bir-birinə perpendikulyar olan tərəflər, yəni AB və AC tərəfi, şəklimə əsasən deyirəm bunu. Şəklə əsasən AB və AC tərəfləri katet rolunu oynayır. BC tərəfi isə hipotenuz rolunu oynayır. Yazıram buradan AB, AC. Bunlar olur mənim katetlərim. B-dən C-yə qədər məsafəm isə olur hipotenuz. Düzbucaqlı üçbucağımızda Pifaqor qaydası var. Bunu növbəti dərslərdə keçəcəyik, amma yenə də yazım. Katetlərin kvadratları cəmi hipotenuzun kvadratına bərabərdir. BC-nin kvadratına bərabər olur. Bu isə mənim düzbucaqlı üçbucağımı digər üçbucaqlardan fərqləndirən əsas xüsusiyyətidir. Bucağının 90 dərəcə olması. Bucağı 90 dərəcə olduğuna görə artıq düzbucaqlı üçbucağın yerdə qalan iki dənə bucağı alfa və gamma ilə işarə eləsək biz bunları alfa plus gammanın cəmi 90 dərəcə olacaqdır. Nə üçün?
biz dedik yaxud üç bucaqlı üç bucağın bütün bucaqlar ümumiyyətlə üç bucağın bütün bucaqlarının cəmi 180 dərəcə olmalıdır. Üç bucağın da iki bucağının alfa və qamma, üçüncü bucağımız isə 90 dərəcə olduğu bəllidir. Çünki digər iki tərəf bir-birləri ilə perpendikulyardırlar. Perpendikulyarlıq deyəndə isə 90 dərəcəlik bucaq ağla gəlir. Ona görə də olur 90 dərəcə üstə gələk alfa bucağı, üstə gəlinsin qamma bucağı, bu eləyir 180 dərəcə. Buradan isə alfa plus qamma bucağının 90 dərəcə olduğunu alırıq. Bu isə olur bizim düz bucaqlı üç bucağımız. Sonra gəlir ki, bir də onu qeyd eləyək ki, yalnız bir bucağı 90 dərəcə olan üç bucaq düz bucaqlı üç bucaqdır. Yəni bundan başqa, əgər bir bucağımızda 90 dərəcə qiyməti varsa, demək ki, bu üç bucağın adı düz bucaqlı üç bucaqdır. Və düz bucaqlı üç bucağın hökmən həmişə hər iki bucaq iti bucaq olur. Yəni burada başqa bir şərt mümkün deyil. Sonra isə gəlir bizim kör bucaqlı üç bucağımız. Məsələn, bir dənə kör bucaqlı üç bucaq çəkirik. Bu olur bizim kör bucaqlı üç bucağımız. Kör bucaqlı üç bucağımızı da adlandırsaq A, B və C tərəflərini alfa, beta və C bucağına isə qamma deyərəm. Bu zaman isə mənim olacaqdır ki, alfam 180 dərəcədən böyükdür, 90 dərəcədən kiçikdir. Nə üçün? Çünki kör bucaqdır. Alfa bucağımız bizim kör bucaqdır. Kör bucağın isə xassəsini bilirdik. 180 dərəcədən böyük, 90 dərəcədən isə kiçik olurdu. Və burada da beta və qamma hər ikisi 90 dərəcədən kiçik bucaqlar olmalıdır. Bu da olur bizim üç bucağımızın bucaqlarına görə növləri. Sonra bizim bilməli olduğumuz əsas məqamlardan biri üç bucaq məsələlərini həll edərkən ən çox işimizə yarayan məqamlardan biri üç bucaq bərabərsizliyidir. Üç bucaq bərabərsizliyi nədir? Bəzi hallarda buna üç bucaqların var olma şərti də deyilir. Üç bucaq bərabərsizliyi nədən ibarətdir? Gəlin, ixtiyari bir üç bucağımızı çəkək. Üç bucaq bərabərsi ixtiyari tərəfli üç bucaqlar üçün daha doğrudur, amma bütün üç bucaqlar üçün ödənməlidir. A, B və C tərəfləri ilə adlandıraq. Üç bucağın ixtiyari bir tərəfi. Məsələn, mən o ixtiyari tərəfi götürürəm B tərəfi. İxtiyari bir tərəfi digər iki tərəfinin fərqindən böyük. Fərqinin modulundan yazırıq biz bunu. A çıxılsın C-dən böyük, digər həmin o iki tərəfin cəmindən isə kiçik olmalıdır. Baxın, təkrar edirəm. Üç bucağın ixtiyari bir tərəfi digər iki tərəfin fərqinin modulundan böyük, cəmindən isə kiçik olmalıdır. İndi gəlin biz bunu digər tərəflər üçün də yazaq. Məsələn, mən A tərəfi üçün bunu yazsam, olacaqdır bu B çıxılsın C modulundan böyük, B üstə gələ C-dən isə kiçik olmalıdır. C tərəfini yazsam, bu olacaq A çıxılsın B modulundan böyük, A üstə gələk B-dən isə kiçik olmalıdır. Bütün üç bucaqlar üçün ödənməlidir bu düsturumuz. Sadəcə bizim bir dənə xüsusi halımız var ki, əgər sizə bu şəkildə bir üç bucaqlar verilərsə, oturacaqları eyni olan iç-içə iki dənə üç bucaq. Baxın, bu şəkildə üç bucaq verilir bəzən. Bura A deyirəm, bura B deyirəm, bura C deyirəm, bura X, bura isə Y deyirəm. Bu şəklə əsasən X və yaxud da ki Y üçün yazırıq ki, C tərəfi X plus Y cəmindən kiçikdir A plus B-dən. Bu şəkildə. Yəni X plus Y cəmi C tərəfindən böyük, amma A plus B-dən də kiçik olmalıdır. Bu yalnız bu hal üçün, bu şəkil üçün önəmlidir. Yəni ki, bunun qarşısına bir dənə qeyd yazaq. Bu xüsusi bir qeyddir. Yalnız bu şəkil üçün keçərli olan bir düsturumuzdur. Bu olur bizim üç bucaqlarımızın bərabərsizliyi. Üç bucağın bərabərsizliyi üç bucağın digər növlərinə də gəlin tətbiq edək. Bu ixtiyari bir üç bucaq üçün idi. İndi gəlin bu üç bucaq bərabərsizliyini biz 90 dərəcəli üç bucaq üçün tətbiq edək. Bayaq dedik ki, 90 dərəcəli üç bucaqda düz bucaqlı üç bucağımızda, yəni ki, biz üç bucağın tərəfini tapmaq üçün Pifaqor teoremindən tətbiq edirik. Bizim bucağımız 90 dərəcə olurdu. Bura A, bura B, bura isə C bucağı olurdu. Normalda biz bilirdik ki, C bərabərdir A-nın kvadratı üstə gələk B kvadratı olurdu. İndi bu mənim bucağımın 90 dərəcə olan halı üçündür. Əgər bucağım 90 dərəcə olarsa, qarşısındakı C tərəfini bu şəkildə tapıram. Əgər mənim bucağım 90 dərəcədən kiçik olarsa, yəni ki, bura bir alfa bucağı deyirəm. Alfa bucağım 90 dərəcədən kiçik olarsa, yəni ki, iti bucağı olarsa, verilmiş bucağım iti bucağı olarsa, üzr istəyirəm. Onda A kvadratı üstə gələk B kvadratı düsturundan istifadə edəcəm. Yəni ki,
Bu digər iki tərəfin kvadratları cəmindən kiçik olmalıdır bu bucağımız. Əgər bucağımız 90 dərəcədən böyük olarsa, onda isə yəni alfa böyükdür 90 dərəcə olarsa, onda düsturumuz C böyükdür A kvadratı üstəgələk B kvadratı olacaqdır. İndi isə gəlin biz bunu tətbiq eləyək. Məsələn, bu şəkildə yazsaq, bura olsun A, bura B, burada C və burada həmin adı çəkilən alfa bucağımız olsun. Əgər alfa bucağımız 90 dərəcədən kiçik olarsa, bu halda üçbucaq bərabərsizliyini bu şəkildə yazırıq. B çıxılsın C kiçikdir A-nın kvadratı üstəgələk B kvadratı. Yox, əgər bizim alfa bucağımız 90 dərəcədən böyük olarsa, məsələn, artıq burada kör bucaqlı üçbucaq yaranacaqdır. Kör bucaqlı üçbucaq yaranır. Bu yenə bu bucağımız alfadır. Burada A, B, C desək, alfa böyükdür 90 dərəcə olarsa, bu zaman yazırıq ki, kök altında A kvadratı üstəgələk B kvadratı kiçikdir C-dən, C də kiçikdir B plus A-dan. Bu da belə. Bunlardan ən önəmlisi əslində elə ən birinci dediyimiz düsturlardır. Baxın, bu halımızdır. Amma digər halları da bilməyimiz lazımdır. Bunlar olur üçbucaqların bərabərsizliyi falan. İndi keçirik üçbucağın əsas komponentlərindən birinə, üçbucağın tən bölən median və hündürlüyünə. Median nədir? Üçbucağın medianı endirildiyi tərəfi yarıya bölən düz xəttdir. Təpədən çıxıb endirildiyi tərəfi yarıya bölən düz xətt parçasına üçbucağın medianı deyilir. Mən üçbucağımı çəkirəm. Təpədən bir dənə düz xətt çəkirəm. Baxın, bu düz xətt hündürlük deyil, mediandır. Median olanda qarşı tərəfi iki dənə bərabər hissəyə bölür. Mən artıq bu iki dənə bərabər hissədən bilməliyəm ki, bu çəkilən düz xəttimiz üçbucağın medianıdır. Məsələn, mən üçbucağın tərəflərini A, B və ümumi bir tərəfi C ilə adlandırsam, C tərəfinə çəkilən medianı isə M, C ilə ifadə eləyərəm. Və yaxud da ki, B tərəfinə median çəksəm əgər, B tərəfinə çəkdiyim medianda B tərəfini iki bərabər hissəyə böləcəkdir. Bu da olur mənim M, B medianı. Və yaxud da ki, C tərəfinə median çəksəm, C tərəfinə, üzr istəyirəm, A tərəfinə median çəksəm, A tərəfinə çəkdiyim median da A tərəfini iki bərabər hissəyə böləcəkdir. Bu da olur mənim M, A medianım. Üçbucağın medianları bu şəkildə olur. Üçbucağın medianlarının xüsusi bir qaydası var. Üçbucağın medianları üçbucağın daxilində bir nöqtədə kəsişirlər. Baxın, kəsişmə nöqtəmiz buradır. Kəsişirlər və kəsişmə nöqtəsində təpədən başlayaraq, mən indi burada aydın olsun deyə şəklin bəzi hissələrini siləcəm. Belə nəzərdə tutmamışdım. Əla. Üçbucağın medianları təpədən başlayaraq 2/1, tərəfdən başlayaraq 1/2 nisbətində bölünürlər. Bu nə deməkdir? Məsələn, mənim üçbucağımın medianlarıdır. Bunlar kəsişibdilər. Üçbucağın kəsişdiyi nöqtələr isə budur. Kəsişmə nöqtəsinə qədər təpədən başlayaraq 2/1, yəni mən bura 2x desəm, bura olacaq x. Və yaxud da tərəfdən başlayaraq deyirik 1/2 nisbətində bölünürlər. Mənim tərəfim, baxın, B tərəfindən başlayaraq nəzərə alıram. B tərəfindən başlayaraq bura olur x, təpəsi isə 2x olur. Yəni, ümumi medianımın uzunluğunu, mən məsələn, MB medianımın uzunluğunu 3x deyə götürə bilərəm. Və yaxud da ki, MC medianımın uzunluğunu 3k deyə götürə bilərəm. Bu olur mənim üçbucaqda medianların xüsusi bir halı. Ümumiyyətlə, üçbucağın 3 dənə medianı olur. Onlar da bir nöqtədə kəsişir və həmin nöqtə üçbucağın daxilində yerləşir. Üçbucağın medianlarının kəsişmə nöqtəsinə isə üçbucağın ağırlıq mərkəzi deyilir. Əgər məndən üçbucağın tərəfləri verilibdirsə və məndən onun medianını tapmaq tələb olunursa, onda mən aşağıdakı yazdığım düsturlardan istifadə edəcəm. Yazıram ki, MA, yəni ki, A tərəfinə çəkilən medianımızın uzunluğu bərabərdir 2/1, kök altında 2B kvadratı, üstəgələk 2C kvadratı çıxılsın A kvadratı. Və yaxud da MB-ni tapmaq lazım olsa 2/1, kök altında 2 A-nın kvadratı, üstəgələk 2C kvadratı çıxılsın B kvadratı. Baxın, fikir verirsinizsə, burada hansının adını yazıramsa indeksdə, burada həmin ifadəni mənfi və 2 olmadan yazıram. Yəni, 2 qatını yazmıram və qarşısında da mənfi qoyuram. Yəni, bəzən uşaqlar bu halda da yadlarında saxlaya bilirlər. 2/1,
kök altında 2a kvadratı üstə gələk 2b kvadratı çıxılsın c kvadratı kimi də yaza bilirik. Bəzən burada 2-ni mötərizə xaricinə çıxardırıq. A kvadratı plus b kvadratı çıxaq c kvadratı kimi də yaza bilərik. Hər iki hal doğrudur. Əsas odur ki, düsturu biləsiniz. Bu olur üçbucağın medianları. Üçbucağın medianı haqqında bu qədər. Başqa üçbucağın medianı haqqında inanıram ki, bir şey qalmadı. Bir də qeyd eləməli olduğum bir dənə qayda var ki, ümumiyyətlə medianların kvadratları cəmi tərəfin kvadratları cəminin 4/3 hissəsinə bərabərdir. Yəni ki, yazıram MA-nın kvadratı üstə gələk MB-nin kvadratı üstə gələk MC-nin kvadratı bərabərdir 4/3 A-nın kvadratı üstə gələk B-nin kvadratı üstə gələk C-nin kvadratı. Üzr istəyirəm. Bu da olur bizim medianlarımızın, bütün medianlarımız və tərəflər arasında əlaqə düsturu. Bəzən bizə ifadəmiz tərsinə verilir. Yəni üçbucağın daxilinə çəkilən bütün medianların ölçüsünü bilirəm. Mənə hansısa bir tərəfinin ölçüsü lazım olur. Onda bu üsulu, onda necə yazırıq? Yazırıq A bərabərdir 3/2 kök altında 2m kvadratı üstə gələk 2mc kvadratı çıxılsın ma kvadratı. Və yaxud da B tərəfini tapa bilsəm, olur 3/2 kök altında 2ma kvadratı üstə gələk 2mc kvadratı çıxılsın mb'nin kvadratı. Yenə deyirəm, hansı tərəf istəyirsə, həmin tərəfə çəkilən medianın ölçüsündə fərqlilik olur hesablanmasında. 3/2 kök altında 2ma kvadratı üstə gələk 2mb kvadratı çıxılsın mc kvadratı. Bu da olur bizim üçbucağımızın medianlara görə tərəfin tapılması düsturu. Belə. Əgər üçbucağın daxilinə çəkilən medianlardan hər hansısa ikisi bir-birinə perpendikulyar olarsa, bu mənim üçbucağım, bu isə üçbucağın daxilinə çəkilən medianlarım. Məsələn, tam alınmadı. Elə düşünək ki, burada bir perpendikulyarlıq var. O zaman mən bu mediana MA, burada digər mediana isə MB deyərəm. MB, burada A, bura isə C tərəfi olur və medianların işarələrində yazmağı unutmuruq. Onda yazırıq ki, median MA-nın kvadratı, yəni bir-birinə perpendikulyar olan medianların kvadratı bərabər olacaqdır üçüncü bir mediana. MC-nin kvadratına və yaxud da buradan tərəflər arasında düsturu çıxarsaq, olur A kvadratı üstə gələk B kvadratı bərabərdir 5C kvadratı. Əgər üçbucağın iki dənə medianı bir-birinə perpendikulyar olarsa, bu düsturumuzu tətbiq edirik. Medianlar haqqında bu qədər. Bu məsələləri, bu qaydaları diqqətlə oxuyub, testlərdə rahat bir şəkildə tətbiq edə bilərsiniz. Diqqətli işləsəniz, üçbucaqların medianlar hissəsi o qədər də çətin deyil. İndi isə keçirik tənbölənə. Uşaqların ən çox qarışdırdığı median və tənbölən hissəsidir. Uşaqlar diqqətli olaq. Median qarşı tərəfi yarıya bölür. Tənbölən isə çıxdığı bucağı yarıya bölür. Yenə gəlin üçbucağımızı çəkək. Bu mənim ixtiyari bir üçbucağımdır. Bu üçbucağın bir tənbölənini çəkirəm. Məsələn, bura A desəm, A bucağının tənböləni. A bucağının tənböləni A bucağını iki dənə bərabər bucağa ayırır. Yəni, hər ikisi alfa olur. Normalda mənim olmalıdır A bucağım alfa üstə gələk 2 alfa. Yəni, 2 alfaya bərabər olmalıdır. Üçbucağın hər hansısa bir təpəsindən çıxıb, çıxdığı bucağı yarıya bölən və bu təpəni qarşı tərəflə birləşdirən parçaya tənbölən deyilir. Yəni, çıxdığı bucağı yarıya bölüb, həmin təpəni isə qarşı tərəflə birləşdirən parçaya tənbölən deyilir. Üçbucağın 3 dənə tənböləni var və bu tənbölənlər üçbucağın daxilində bir nöqtədə kəsişirlər. Yəni ki, elə bir hal ola bilməz ki, üçbucağın tənbölənlər üçbucağın daxilində iki fərqli nöqtədə kəsişsinlər. Onda üçbucağımız düzgün qurulmayıb deməkdir. Amma ümumiyyətlə götürsək, üçbucağın tənbölənlərinin kəsişmə nöqtəsi həmin o üçbucağın daxilinə çəkilən çevrənin mərkəzidir. Bunu inşallah çevrə mövzusunda daha aydın keçəsiniz. Üçbucağın bəzən bizdən üçbucağın tənböləninin
uzunluğunu tapmağı tələb edir. Düzdür, bəzən bərabər tərəfli və yaxud da ki, bərabər yanlı üçbucaqlarda biz bunu fərqli-fərqli üsullardan tapa bilərik. Amma ixtiyari tərəfli, yəni ixtiyari bir üçbucaqda biz bunu necə taparıq? Tənbölənin də median kimi özünün tapılma düsturları var. Məsələn, mən bu tərəfə A deyirəm, buna isə çəkilən tənböləni el hərfindən işarə edirik. Buna isə el A tənböləni deyirəm. Bu birisi tərəfə B deyirəm, bura isə el B tənböləni deyirəm. Digər tərəfimizdə artıq məlumdur. Bura C olsa, bu isə bizim el C tənbölənimiz olmalıdır. Bura isə bizim el C tənbölənimiz olacaqdır. İndi gəlin biz bu tənbölənlərin tapılma qaydasını yazaq. El A bərabərdir 2 bölünsün B üstə gələk C. Kök altında perimetr vurulsun B tərəfi, vurulsun C tərəfi və perimetr çıxılsın A-ya. Burada P yarım perimetrdir. Yazıram P. Yarım perimetri necə hesablayırdıq? Üçbucağın tərəflərinin cəmini yarıya bölürdük. Tam perimetr deyəndə üçbucağın tərəflərini cəmliydik. Yarım perimetr deyəndə isə həmin cəmi yarıya bölürdük. İndi isə keçək digər tərəflərinə. Məsələn, LB-ni hesablayası olsaq 2 bölünsün A plus C. Kök altında perimetr vurulsun A tərəfi, vuraq C tərəfi, P çıxılsın B tərəfi. Baxın, yenə deyirəm. Hansı tərəfi istəyirsə, kökün altında perimetrdən həmin tərəfi çıxırıq. Və yaxud da ki, biz LC-ni hesablayası olsaq, yazırıq ki, 2 bölünsün A üstə gəlinsin B, kök altında perimetr vurulsun A tərəfi, vuraq B tərəfi, perimetr çıxılsın C tərəfi. Bu da olur mənim üçbucağım daxilində çəkilən tənbölənlərin tapılma düsturları. Ümumiyyətlə, tənbölənin əsas xassəsi var. Bu, bizim məsələlərimizdə 90% üçbucaqda tənbölən məsələlərində bizim çox yardımımız, köməkçimizdir. Üçbucağın tənböləni çəkilir. Qarşı tərəfə çəkilir. Məsələn, bura deyirik ki, A tərəfidir, bura B tərəfidir. Və tənbölən qarşı tərəfi n bölünsün n nisbətində bölür. Bu zaman deyirik ki, yan tərəflər hansı nisbətdə bölünürsə, üçbucağın qarşı tərəfi də həmin nisbətdə bölünür. Yəni, üçbucağımızın qarşı tərəfi də n bölünsün n. Bu nisbətə bərabər olacaqdır. Və yaxud da biz bunu çarpaz vuruşub bölsək, A n bölünsün B n. Bu şəkildə də yaza bilərik. Məsələn, deyirəm, bizdə verirlər ki, bura 6-dır, bura 9-dur. Səndən n bölək n nisbətini istəyə bilər. Onda yazıram ki, n bölünsün n. Onda yazaram ki, n bölünsün n bərabərdir. M-in yanında duranımız 6-dır. N-in qarşısında duranımız isə 9-dur. 6 bölək 9. Bunlar isə hər ikisi 3-ə ixtisar gedəndə qalır 2 bölünsün 3-ə. Yəni ki, mənim n bölək n nisbətim 2 bölünsün 3 nisbətində bölünübmüş. Bu da belə. Üçbucağın tənbölənində bu qayda unudulmazdır. Sonra, əgər üçbucağın mütənasib parçaları verilərsə, bu zaman biz tənböləni necə taparıq? Mütənasib parçalar deyəndə, yəni burada A, B, M, N-in uzunluğu verilərsə, elə həmin misal şəklimiz üçün nəzərdə tuturam. Şəklimizi yenidən çəkək. Bu mənim üçbucağımın tənbölənidir. Bura A-dır, bura B-dir, bura M-dir, bura isə N-dir. Əgər məndə A, B, M, N ölçüləri verilibsə, bu halda tənbölənimizi necə taparam? L bərabərdir olur. Kök altında yan tərəflərin nisbəti, yəni A vurulsun B, çıxılsın oturacaqdan ayırdığı hissələrin hasili. Yəni ki, yan tərəflərin hasili çıxılsın oturacaqdan ayırdığı hissələrin hasilinə. Bu da olur mənim üçbucağımda tənbölənin tapılma düsturu. Tənböləndən də bu qədər. Bir də burada xüsusi bir halımız var idi ki, çalışıram bu xüsusi halları çatdıram ki, hər kəsə. Bunlar bəzən çox qayda kitablarında olmur. Məsələn deyirəm, bizə deyir ki, 2 dənə daxili bucağın tənbölənlər arasındakı bucağı tapaq. Üçbucağın, bu mənim ixtiyari bir ABC üçbucağımdır. Üçbucağın 2 dənə ixtiyari bucağının tənbölənləri çəkilibdir. Yəni AO və OC üçbucağın tənbölənləridir. Tənbölənlər kəsişibdilər bir nöqtədə və həmin o tənbölənlər arasındakı alfa bucağını istəyir. Əgər mən bu bucağım alfadırsa, bu B bucağına da beta deyərəm. Onda alfa bucağıma yazıram bərabərdir 90 üstə gəlinsin beta bölək 2-yə. Bu da olur mənim, bu da xüsusi bir qeyddir.
Bu da olur mənim üç bucağımda tənbölənlər arasındakı qalan bucağın tapılması düsturü. Ondan sonra bizim gəlir üç bucaqda hündürlüyümüz. Üç bucağın hündürlüyünü necə taparıq?